Yeni oxuyub bitirdiyim və sözün yaxşı mənasında təəccübləndiyim bir kitab haqqında məlumat verəcəm. Söhbət Əşrəf Ərənin Ulduz Sayan Düz Dünya kitabından gedir. Bu kitab mənə həm də ona görə sevindirdi ki, kitab əsasən yeniyetmələr və gənclər üçün nəzərdə tutulub. Xüsusən də bu mövzuda dilimizdə kitabların az olduğunu nəzərə alsaq və yerli müəllif tərəfindən belə bir kitabın yazılması uşaqları elmə, kosmosa, dünyanı, yeni dünyaları kəşf etməyə həvəsləndirən bir kitabın olması məni həqiqi mənada çox sevindirdi. Kitabın məzmunu haqqında qısa məlumat verəcəm, amma öncə deyim ki, kitabın dili, daha sonra mövzusu və eyni zamanda tərtibatı çox qəşəngdir. Bunu istənilən uşağa, öz övladınıza və yaxud da ki, hər hansısa bir qohuma və s. hədiyyə edə bilərsiniz. Tam hədiyyəlik ölçüdədir. Kitabın qiyməti 13 manat 90 qəpikdir. Kitabda Bənövşə adlı bir qızdan danışılır. O qız Balaca Şahzadəni tapmaq istəyir və ona atası tərəfindən hədiyyə olunan skafandr və əmisi tərəfindən hədiyyə olunan kosmik gəmi ilə fərqli bir dünyaya, fərqli planetləri kəşf etməyə səyahətə çıxır. Bu kitabı oxuyan uşaqlarda müəyyən qədər hazırlıq tələb olunur. Yəni, hazırlıqlı oxucu olan uşaqlar bu kitabı daha yaxşı anlayacaqlar. Çünki bu kitabda sıfır kütlədən və işıq sürətindən bu kimi anlayışlardan bəhs olunur. Xüsusən də kosmosa, canlılara, təbiətə marağı olan uşaqlar düşünürəm ki, bu kitabı çox sevəcəklər. Kitabın arxasında qeyd olunub ki, kitab 12 yaşdan yuxarı uşaqlar üçündür. Düşünürəm ki, bəlkə də 10-11 yaşlı, amma daha mütaliəli gənclər də, yeniyetmələr də bu kitabı anlaya bilərlər. Kitabın sonunda belə bir lüğət də var. Bu lüğət ona görədir ki, biz bu kitabı anlamaq üçün burada müxtəlif yeni dünyanı kəşf etdiyinə görə yeni anlayışlarla rastlaşırıq və onları əslində yaxşı olub ki, bu sonda veriblər. Və həmçinin kitabın içi illüstrasiyalarla zəngindir. Bu illüstrasiyalar olmasaydı, bəlkə də bu kitab tam anlaşılmazdı. Bizim onu təsəvvür eləməyimiz çətinləşərdi. Baxın, belə bir illüstrasiyalarla zəngindir kitab. Bu kitabın və sonunda həm də qeyd yeri var. İlk əvvəl mən fikirləşdim bu qeyd nə üçündür, amma sonra bu kitabı, bu videonu çəkmək üçün baxanda görürük mən gərək kitaba yenidən göz atım, o terminləri, o personajları oraya qeyd edeyim. Məsəl üçün burada Zərnişan var. Zərnişan həmin kosmik gəmiyə qoyulan addır. Onlar Balaca Şahzadəni axtarmağa gedirlər və orada oksigen, düz dünya, şurbur adlı alət, şurbur adlı alətlə danışanda orada çox maraqlı bir ifadə mənim xoşuma gəldi. Şurbur xüsusi bir alətdir ki, oksigen olmadığı yerdə onu burnuna taxırsan və o müxtəlif rənglər alaraq oksigenin səviyyəsini göstərir. Artıq qırmızı rəngi olanda sən onu görməsən, oksigenin bitir və sən həyatı bitirirsən. Və deyilir ki, bizim dünyamızda burun ucunu görməyənlər çox da uzun yaşamır. Bundan əlavə orada valilik var, likralar var, özləri bölünərək çoxalan, qarşısına nə çıxsa onu yeyən canlılardır. Daha sonra orada həmin dünyada pul vahid olaraq dişdən istifadə olunur. Yəni sən nəyisə almaq istəyirsənsə dişi verməlisən və bəlkə də burada müəllif dişimlə qazandım, dişimlə, dırnağımla qazandım deyək misalına işarə eləmək istəyir. Daha sonra da emularla qarşılaşırlar. Amma bizim bildiyimiz emular yox, biraz fərqli emular olur təbii ki bunlar. Burada gübür dediyim, gübür xüsusi klonlama aparatıdır. Burada uşaqlar həm də klonlamanın gələcəkdə daha sürətli, hətta heyvanların, canlıların da klonlana biləcəyini təsəvvür edə biləcəklər. Həmçinin orada mənim diqqət çəkən dillə bağlı məsələ idi ki, onlar yeni canlılarla tanış olduqları zaman onların dillərini anlamaq üçün başlarına xüsusi bir cihaz qoydular. Hər iki tərəf eyni cihazı qoyduqda onlar bir-birinin danışdıqları fərqli dillərdə olsa bir-birini asanlıqla başa düşürdülər. Sonra da cəngəllər adlı fərqli varlıqlarla qarşılaşırlar. Puf-puf adlı xüsusi alət olur. Onların özlərinin yaratdığı oturucan adlı bir alət olur ki, ayaqsız oturmaq alətidir. Onun sonra oturucan prosunu kəşf edirlər. Müxtəlif yəni burada məsələlər var, danışılacaq. Solon xəritəsi var. Solon xəritəsi vasitəsilə Bənövşə ulduzları saymağı öyrənir. Düşünürəm ki, bu kitab xüsusən də yeni dünyalar kəşf etmək istəyən uşaqlar üçün çox maraqlıdır. Amma kitabın sonunda həm də biz görürük ki, bu əsər əslində başa çatmır. Onlar düz dünyadan sonra F7 ulduzuna yeni bir səyahətə başlayırlar. Çünki onlar hələ də Balaca Şahzadənin axtarışına davam etmək qərarı alırlar. Bir sözlə düşünürəm ki, Ulduz Sayan Düz Dünya əsəri Əşrəf Ərənin yeniyetmələr və gənclər üçün yazdığı bu roman oxucular tərəfindən çox seviləcək, bəyəniləcək. Nəinki az yaşlılar, hətta mənim kimi böyüklər də bu kitabı oxuyub bəyənə bilərlər.
Mən müəllifə də təklif elədim ki, gələcəkdə bu kitabın bəlkə də yumşaq cildlisini də nəşr eləmək olar ki, bunu əldə daşımaq, yolda oxumaq daha da asan olsun. Hələlik növbəti kitablarda, növbəti videolarda görüşmək ümidi ilə.